Kanalıma və yeni vloguma hər biriniz xoş gəlmisiniz. Sizin üçün maraqlı bir vlog düzəltmişəm və bu vlogumda əvvəlcə gördüyünüz kimi biz çöldə idik. Alinanı çıxarmışdıq ki, biraz hava alsın. Bundan sonra da mağazadan bəzi alınmalı məhsullar var idi. Onları da aldıqdan sonra qaydırıq evə və evdə Alinanın ad gününə iceberg kələminin biri qalmışdı. Bunu da fikirləşirdik ki, elə Sezar salatı eləyərik və başlayırıq Sezar salatımızı hazırlamağa. Demək olar ki, bütün prosesi sizin üçün çəkmişəm. Əslində videoya baxıram və görürəm ki, əslində bu salatı demək olar ki, yoldaşım hazırlayıb. Çünki onun əməyi daha çoxdur. Mən sadəcə demək olar ki, toyuqları qızartmışam və bəzi belə yumalı tərəvəzləri filan bunları yumuşam. Amma doğrama filan bunları isə yoldaşım eləyib, sağ olsun. İndi də görürsüz. Sizə xoş izləmələr. Əgər kanalıma hələ də abunə olmamısınızsa, bir xatırlatma da eləyim ki, kanalıma abunə olmağı unutmayın və vloglarımı da bəyənməyi, rəy yazmağı da unutmayın. Son günlərdə, keçən vloglarda da demişdim ki, izlənməm çox aşağı düşüb. Səbəbini bilmirəm. Bəlkə də videolarım, vloglarım maraqsızdır. Amma siz yenə də mənə dəstək olmaq üçün vloglarımı izləyin və əgər maraqlıdırsa kanalıma abunə olmağı mütləq unutmayın. Əslində son günlərdə çalışırdım ki, daha aktiv olum. Qısa videolar filan çox paylaşırdım. Amma görürəm ki, nə qədər çalışsam da düzdür, abunə sayı artdıqca günü-gündən, amma izlənmə sayım aşağıdır. Bilmirəm, əslində bəlkə də normaldır, amma mənə biraz aşağı kimi gəlir. Siz də öz fikirlərinizi vloglarım haqqında yazsanız sevinərəm. Keçən dəfə belə bir rəy gəlmişdi ki, biraz ruhsuz danışırsınız. Tam olaraq cümlə yadımda deyil, amma bu tipdə idi ki, sakit danışmağımla bağlı. Buna görə də istəyirəm ki, biraz sürətli danışım. Yəni öz üzərimdə işləməyə çalışıram. Biraz sakit təbiətli insanam, bəlkə bundan qaynaqlanır ya da mən tez-tez danışdığımı düşünürəm, amma səsim nəsə elə videolara baxıram, özüm də bəzən sıxılıram ki, çox yavaş danışmışam. Amma nə etmək olar? Yavaş-yavaş çalışacağam ki, bunu da düzəldim. Buna görə də kanalımda gördüyünüz mənfi tərəfləri mənə yazsaz, mən çox sevinərəm. Yəni uyğun bir dillə deyildiyi zaman onsuz da mən bütün tənqidləri və iradları normal şəkildə qəbul edirəm. Burada isə mən pizza bişirirəm və pizzanın da xəmirini necə hazırladım, əslində burada ayrıntılı formada deməyəcəm, çünki qısa video formasında paylaşmışam. Ümumiyyətlə çalışıram ki, vloglarımda paylaşdığım yeməklərin reseptlərini qısa video formasında sizinlə paylaşım və çalışıram ki, verilən bütün suallara da cavab verim. Burada isə xəmirim artıq bitdi. Başlayıram sosunu filan hazırlayıb və xəmirin üzərinə çəkməyə. Bu sosu da mən sadə formada hazırlayıram. Əslində daha dadlı bir sos hazırlamaq olar, amma burada biz çox tələsirdik. Çünki artıq saat neçə olurdu və yeməyi filan hazırlamamışdıq. Buna görə də tez-tez fikirləşdim ki, Sezar salatı tək olmasın, yanında da belə pizza yeyək. Əslində pizzam istədiyim kimi çıxmadı, çox qabarmamışdı. Bu da yəqin ki, tələsməyimlə bağlı oldu ki, istədiyim kimi hazırlaya bilmədim, amma yenə də dadlıydı. Yəni hamısını yedik. Bundan da bilmək olar ki, yəni yetərincə dadlıydı. Amma fikirləşirdim ki, birazca da qabarsa daha da yaxşı olar. Bu arada ekstra pomidor filan doğramadım. Evdə unutmuşdum bibər almağı, bibər də yox idi. Ona görə də elə olanlarla belə bir pizza hazırladıq. Ümumiyyətlə peçi yandırmaqdansa mən belə pizzanın daha pratik olduğunu və daha rahat olduğunu fikirləşirəm. Həm xəmir yoğurmadan, həm də dadlı pizzalar əldə etmək olur. Bundan sonra isə pizzamı qoydum bişməyə və başlayıram bütün qabları yumağa. Keçən vlogda da sizinlə paylaşmışdım ki, telefonumu dəyişmişəm. Burada da yəqin çəkiliş fərqini hiss edirsiniz. Əgər hiss eləmirsinizsə ya da çəkilişi xoşunuza gəlmirsə, mənə fikirlərinizi bildirin. Çünki mən hələ telefonumun ayarlarını dəyişməmişəm. Telefonla bağlı çox maraqlanmamışam ki, hansı ayarları var filan. Sizə əgər xoşunuza gəlməyən bir şey varsa, mənimlə bölüşməyi unutmayın.
Mən ümumiyyətlə çəkilişini çox bəyəndim. Məncə çox aydın çəkir. Hətta bəzən çəkilişinə qıcıq oluram. Çünki elə yerləri, elə qabarıq formada göstərir ki, mən həmin yeri məsələn çəkmək istəmirəm. Əvvəlki telefonda bəzi yerlər məsələn görünmürdü, bulanıq düşürdü. Bu telefon isə hər şeyi aydın formada göstərir. Buna görə də bəzən sinir pozucu ola bilir. Bütün qabları filan hər şeyi təmizləyirəm. Burada da gördüyünüz kimi, bilmirəm bu hissələr sizin üçün sıxıcıdır ya yox. Amma bəzi xanımlar var ki, elə vloqları sırf təmizlik hissəsi üçün izləyir. Buna görə də çalışıram ki, vloqumda hər şey olsun. Həm alış-veriş, həm təmizlik, həm də digər mövzularla bağlı. Hətta mən sizə belə demək istəyərdim ki, mənim artıq Instagram səhifəm də böyüyür. Orada keçid edərək məni izləyə bilərsiniz. Düzdür, özümlə bağlı hələ ki çox şeylər paylaşmıram. Sadəcə çəkdiyim qısa videoları və ya təmizliklə bağlı ipuçları, bu şeyləri paylaşıram. Amma səhifəm artıq aktivləşdikdən sonra isə çalışacağım daha çox vloqlar gəlsin orada da. Daha çox fikirləşirəm ki, günlük vloq tipində videolar paylaşım. Amma hələ ki səhifəmin biraz daha böyüməyini gözləyirəm ki, səhifəm böyüdükdən sonra günlük storylər filan paylaşacağım orada da. Buna görə də məni oradan da izləyə bilərsiniz. Burada əslində mən Domestosdan istifadə etmək istəyirdim təmizliyimdə, amma gördüm ki, evdə bitib. Buna görə də adi qab şampunu ilə bu hissələri təmizləyirəm. Kanalımda mənə verilən bütün suallara demək olar ki, cavab verirəm və bu da mənim üçün çox xoşdur. Buna görə də ixtisasımı da artıq bilirsiniz. Buna görə də əgər sizə hansı sual maraqlıdırsa, övladınızla bağlı, özünüzlə, şəxsi həyatınızla bağlı mənə bu suallarınızı da Instagram üzərindən verə bilərsiniz. Bir çox xanımla artıq orada danışırıq və xanımlar məsləhət almaq üçün yazırlar. Bilməyənlər üçün deyim ki, ixtisasım psixoloqdur. Hal-hazırda analıq məzuniyyətindəyim. Bununla yanaşı mənə çox xoş olardı ki, sizin yəni maraqlandıran suallara psixologiya sahəsində mən cavab verim. Burada sizə göstərdiyim südü qaynatmışdım və ilıq olduqdan sonra içinə bir limonun suyunu əlavə edirəm və Alina üçün tvaroq hazırlayıram. Bunun da reseptini tam olaraq səhifəmdə, kanalımda paylaşacağım. İzləyə bilərsiniz. Burada artıq növbəti gündə biz gəlmişdik Gənclik Mola və burada bəzi mağazalara baxdıq. Düzdür, elə bir güclü alınmalı bir şeyimiz yox idi, amma yenə də baxırıq, biraz vaxt keçiririk. Ümumiyyətlə yoldaşım evdə olduğu zaman çalışırıq ki, çıxaq gəzəyə, ancaq evdə oturmayaq, pasiv olmayaq. Əslində mən Alinanın gəzməyini dörd gözlə gözləyirəm ki, Alina da bizə qoşulsun və birlikdə gəzə bilək. En sevdiklerim. Şimdi aldığım məhsulları göstereceğim.
Mebelin qıraqlarına vurmaq üçün belə bir kənarlıq var. Ayaqqabı mazı. Gedirik yeni il üçün market alışverişimizin bir hissəsini etməyə. Deyimmi, xahiş edirəm. Kalbasa almaya ihtiyac yoxdur, çünki qaynanam işlədiyi yerdən sifariş eləmişdi. Bizim süfrədə var. Olsun. Alışverişimizi bitirdik və evə gəldim. Elə paltarımı dəyişmək istəyirdim ki, Anina gəldi və bütün şkafımı tökdü yerə. Artıq başlayıb belə işləri görməyə. Alışverişimiz bitdi və gəldik evə. İndi aldıqlarımızı sizə göstərəcəm ki, nələr almışıq. Kiwi, mayonez, belə portakal aldıq. Qarıq aldıq. Smetan. Armud. Çuğundur. Buradakı bir çox tərəvəz salat üçün alınır. Burada da belə mandarin, bir də kartof var. Belə kök aldıq. Ve ananas. Vlogum artıq sona yaxınlaşır. Mən sizin yeni ilinizi, yəni artıq bir neçə gün keçib düzdür. Amma təbrik edirəm. Yeni iliniz düşərli və uğurlu olsun. Həyatınız istədiyiniz kimi olsun. Yeni ildə sizin arzularınız inşallah ki hamısı reallaşar. Yəqin ki hamı məndən bayram vlogu gözləyirdi. Amma burada alışverişi paylaşdım. Amma bayramda heç nə çəkmədim. Bunun da müxtəlif səbəbləri var. Səbəbləri məndə qalsın və burada da yoldaşım məni motive etmək üçün belə yeni il şənliyindən gələn hədiyyə paketini açırdı. Güya video çəkir. Əslində bayramda şəhərə filan çıxmışdı, amma bunları çəkmədim. Bu vlog biraz qısa alındı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Növbəti vloglarda görüşərik. Hələlik.